Buyur Ayxan, danış. Bu bizim sinifə aid bitkinin bir hissəsidir. Mən bunun birinci gövdəsini kəsib götürmüşəm. Sonra isə onu suya qoymuşam. Bu su nə çox isti, nə də çox soyuq olmalıdır. O ev temperaturunda olmalıdır. Və mən onu suya qoyandan sonra gördüm ki, onun yarpaqları çürüməyə başladı. Mən onun yarpağın tam kökündən, yəni bu hissədə qopartdım ki, ona problem yaratmasın, yetişməsinə. Sonra isə üzərində əlavə kök, sonra isə əlavə kökün üzərində yan köklər çıxmağa başladı. Hansı üsulla? Bu qeyri-cinsi çoxalmaya aiddir və veqetativ çoxalmadır. Burada bir valideyn iştirak edir. Bəli. Bəs kök sistemi necədir onun? Hansı kök sisteminə aiddir? Saçaqlıdır. Saçaqlı kök sistemində hansı kök olmur? Əsas kök olmur. Biz nə zaman əsas kök ola bilər bir bitkinin kök sistemində? Biz onu necə çoxaltsaq? Toxumla çoxaltsaq. Çox sağ ol Ayxan.